Hər vaxtınız xeyir olsun dəyərli yoldaşlar. Dövlət qulluğunda hər birinizə uğurlar arzu edirəm. İnşallah həm test mərhələsində, həm müsahibə mərhələsində yüksək ballarla uğurlu olmağı hər birinizə arzu edirəm. Mənim YouTube kanalımda bütün qanunların izahı var. İnşallah Asiya kateqoriyasına aid qanunların izahı yoxdur. Bu yaxınlarda onların da hər birinin izahını təqdim edəcəm. Və maksimum şəkildə çalışıram ki, dövlət qulluğuna hazırlaşan tələbələrə dəstək olum. Əlimdən gəldiyi qədər, əlimdə olan bütün məlumatları onlardan bölüşüm. Sizlər də hər biriniz bir-birinizə kömək olun. Hər şey daha da yaxşı olacaq inşallah. Bu video rekord dövlət qulluğunun müsahibə mərhələsinə hazırlaşanlar üçündür. Düzdür, test mərhələsinə gedən də baxa bilər, əlavə biliyini artırmaq istəyirsə, gələcəkdə bu ona lazım olacaq. Amma yəni beynini yormasın deyə testdə uğurlu olub müsahibəyə tərəf addımlayan tələbə bu video rekordu çox diqqətli dinləsin. Bir çox yox, bütün suallarına cavab tapacaq. Aydındır? Yəni bu rekordda bütün qaranlıq məqamları mən sizin üçün aydınlaşdıracağam. Müsahibə hazırlığı necə olur, necə başlamaq lazımdır, mən hansı yerdə işləyə bilərəm və s. və s. Bunların hamısını mən sizə burada göstərəcəm. Əvvəla müsahibə hazırlığı 3 istiqamətdə olur. 1. Qanunvericilik proqramı, 2. Ümumi dünya görüşü, 3. Vəzifə proqramı. Yəni gedəcəyiniz bir vəzifə varsa, o vəzifənin vəzifə proqramı var. İndi buradan sual çıxır ki, bəs hazırlıq necə başlamalıdır? Dəyərli yoldaşlar, test mərhələsindən uğurlu olan hər bir namizədi təbrik edirəm. Maksimum bir həftə istirahət eləmək şərti ilə testdən uğurlu olduqdan sonra siz qanunvericilik və dünya görüşü biliklərinizi inkişaf etdirməlisiniz. Mütləq şəkildə. Bəs nəyə görə müəllim bunu istədir? Çünki istənilən bir vəzifənin, diqqətlə məni dinləyin. İstənilən bir vəzifənin dünya görüşü və qanunvericilik proqramı eynidir. Yəni bizim bildiyimiz budur. Amma vəzifə proqramı eyni deyil. Niyə eyni deyil? Biri hansısa bir tələbəmiz gedir İqtisad Nazirliyində bəlkə bir yer seçəcək, biri maliyyədə seçəcək. Yəni bunlar artıq fərqlidir. Amma bütün orqanlarda, bütün vəzifələrdə 99% qanunvericiliklə dünya görüşü eynidir. Biz vakant yerin çıxmağını gözləmirik. Vakant yerin çıxmağını gözləmək tələbənin və müəllimin çox böyük səhvi olar. Çünki mən bilirəm axı mənim qanunvericilik və dünya görüşümün zaten bir toplu kitabım var. Onu oxuyum, öyrəneyim. Vakant yer çıxanda başlayırsınız artıq seçdiyiniz vəzifəyə uyğun vəzifə proqramınızı öyrənməyə. Aydındır? İzah edirəm sizə. Tələbə testdən keçir. Tələbə deyir ki, mən nə bilim hansı orqana gedəcəm, mən nə oxuyum? Mən bir vakant yer çıxsın, özümə uyğun yer seçim də. Elə deyil. Sən özünə uyğun yer seçəndə artıq sənin vəzifə proqramın da bəlli olacaq və ailəm qarışacaq bir-birinə. Sənin beynində hər yan qarışacaq. Niyə qarışacaq? Çünki artıq vakant yer elan olundu deyə 2 ay, 3 ay müsahibə olacaq. Sən 2-3 ay içində həm qanunvericilik proqramını, həm ümumi dünya görüşünü, həm vəzifə proqramını çatdıra biləcəksən? Təəssüf ki, xeyr, bu mümkün deyil. Ona görə də biz müəllimlər dərslərə başlayanda vakant yerin elan olunmağını gözləmirik. Səbəb nədir? Çünki tələbə testdən keçdi. Mən bilirəm ki, dünya görüşü ilə qanunvericilik proqramı hər yerdə eynidir. Başlayıram bu ikisini tədris eləməyə. Vakant yer elan olunana qədər bu ikisini tam formatda qurtardım. Yəni qanunvericilik və dünya görüşü qurtardı. Vakant yer elan olundu. Mənim tələbəm özünə uyğun bir yer seçir oradan. Onun artıq oxuyacağı tək bir şey var. Vəzifə proqramı, hansı ki ən vacibidir. 2 ay, 1 ay yarım vaxtı varsa belə o rahat oxuyur onu. Sırf vəzifə proqramını mənimsəyir və dünya görüşü qanunu təkrarlayır, keçibdir. Fikrimi yəqin ki anlayırsınız. Bir də düşünün ki, tələbə imtahandan keçir, deyir, yox, mən bilmirəm hansı vəzifəyə gedəcəm. Mən niyə dünya görüşündən qanun oxuyum ki, vəzifə seçim sonra oxuyaram. Sən vəzifə seçəndə axı bu üçünü bir yerdə çatdıramırsan, ha? Bax diqqətli olun, bu səhvi qətiyyən eləməyin və birdən sizdə sual çıxar ki, müəllim qanunvericilik deyir. Müəllimin dediyi qanunvericilik nə qanunvericiliyidir? Bizim test mərhələsində öyrəndiyimizdir? Xeyr. Qanunvericilik test mərhələsində öyrənilən qanunvericilik deyil. Düzdür. Kimlər test mərhələsində yaxşı nəticə göstərib qanun üzrə. Onlara böyük bir köməkdir. Aydındır? Yəni müsahibə mərhələsinin qanunvericiliyi ilə oxşarlıq var. Amma fərqli cəhətlər çoxdur. Aydındır? Burada belə ağ qalmasın deyə yalandan bir söz yazaq da, sizin də ürəyiniz sıxıldı mənim də. Aydın oldu. Bəs müsahibə mərhələsinin qanunvericiliyi nə demək uşaqlar? İzah edirəm ki sizə, birdən tələbələr düşünür öz beynində ki, amma mən bilirəm də qanunvericilik, testdə yazmışam. Həmin qanun deyil. Misal üçün, bir-iki dənə misal çəkəcəm, uzatmayacağam ki, başa düşəsiniz. Milli Məclisdə 125 deputat var. Siz test mərhələsinə gedəndə bilirdiniz niyə 125 deputat var?
Yox, nə imza lazım idi? Prosta elə bilirdiniz ki, 125 deputatdır. Amma müsahibədə öyrənəcəksiniz ki, Azərbaycan Respublikasında 125 seçki dairəsi var. Ona görə 125 deputat var. Görürsüz, müsahibə sualda olduğu kimi. Bəs Milli Məclis nəyə görə 83 deputatın səlahiyyəti təsdiq olunanda səlahiyyətli sayılır? Müsahibə sualdır, olduğu kimi. Tələbəyə sual verirlər ki, nəyə görə Milli Məclisdə 83 deputatın səlahiyyəti təsdiq olunanda səlahiyyətli sayılır? Yəni bu 95 deyil, 100 deyil. Bunun cavabı var. Milli Məclis deputatlarının 3/2 hissəsinin səlahiyyəti təsdiq olunanda Milli Məclis səlahiyyətli sayılır. Cümlə necədir? Milli Məclis deputatların 3/2 hissəsinin səlahiyyəti təsdiq olunanda Milli Məclis səlahiyyətli sayılır. Bəs 3/2 hissəsi nə deməkdir? 125-in 3/2 hissəsini get tap. Görəsən ki, cavab 83 eləyir. Aydın oldu? Bax bu kimi hallar var yoldaşlar. Yəni və yaxud da müsahibədə sual verirlər. Bir dənə də müsahibə sualı sizə deyirəm ki, yəni qanunvericiliyin testlə eyni olmadığını görəsiz. Düzdür, oxşar cəhəti çoxdur. Testdə qanunvericilik proqramını ideal mənimsəyənə müsahibədə böyük bir köməkdir. Amma eyni deyil. Sual verirlər ki, 17 yaşlı şəxs deputat ola bilər? Müsahibədə test-tez verilən bir sualı sizə hazırda canlandırıram mən. Xeyr, ola bilməz. Səbəb? Çünki biz Konstitusiyada nə öyrənmişdik? Deputat olmaq üçün seçkilərdə iştirak etmək hüququna malik olmalısan. Və sənin də seçki hüququn 18 yaşında əmələ gəlir. 17 yaşında seçki hüququn yoxdur. Ona görə sən 17 yaşında deputat ola bilmərsən. 18-də olmalısan. Səbəb nədir? Çünki deputat olmaq üçün tələb var. Tələb nədir? Seçkilərdə iştirak etmək hüququna malik olmalısan. Və sənin seçkilərdə iştirak etmək hüququna malik olmağında 18-dən sonra əmələ gələn bir hüququndur. 17 yaşında elə bir hüququn yoxdur. Ona görə müsahibədə bunu belə qəşəng izah edirsiniz və deyirsiniz ki, 17 yaşlı şəxs deputat ola bilməz. Səbəbini də izah edirsiniz. Aydındır? Yəni bunu məncə bildiniz. Bəs dünya görüşündə nələr var müəllim? Dünya görüşü 1-ci Qarabağ müharibəsidir, 2-ci Qarabağ müharibəsidir, tarixi abidələr, nə bilim, milli qəhrəmanlar, sonra Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Xalq Cümhuriyyəti, nazirliklərimiz haqqında aydındır. Yəni bir qısa olaraq sizə dediyim şeyi biləsiniz. Yəni ümumi dünya görüşüdür adı üstündə. COP29-dan bağlı məlumatlar və s. Bu dünya görüşü gedir. Dünya görüşü ilə bağlı bir iki dənə məlumat nəzərinizə çatdırım. Dünya görüşünü öyrənməyə başlayanda İlk dəfə keçmişdən başlayırıq. Keçmiş dediyim, yəni SSRİ-dən, Xalq Cümhuriyyətindən bu müharibələri öyrənirsiniz. Qarabağ müharibələrini, nə bilim, milli qəhrəman, orden, medallarımız və s. Bunlar hamısı dünya görüşünə aid edir. Müqavilələrimiz var, bəyannamələrimiz var, Bakı bəyannaməsi, Moskva bəyannaməsi və s. Bunları öyrənə-öyrənə gəlirsiniz. İnşallah müsahibəmizə 15 gün, 20 gün qalır. Misal üçün filan elə bil ki, bu gün ayın 1-idir, ayın 15-i müsahibəmizdir. Bax, onda son dövr hadisələrinə fikir verirsiniz. Bu da dünya görüşü sayılır. Son dövr hadisəsi nə deməkdir? Cənab prezidentimiz harda səfərdə oldu? Mehriban xanım Əliyeva harda səfərdə oldu? Cənab prezidentin imzaladığı son fərman, son sərəncam. Yəni dövrümüzə aid olan son hadisələrə baxırsınız. Amma onu indi baxmırsınız. İndi baxmağın adı yoxdur. İndi keçmişdəki dünya görüş məlumatını öyrənirsiniz. Neft müqaviləsini, nə bilim, üzv olduğumuz təşkilatı, aydındır, bunları. Baxırsınız ki, müsahibəmizin tarixi bəllidir və 15-20 gün qalıb sizin müsahibəmizə, dəyərli dostlar. O zaman başlayırsınız həmin o 15-20 gün ərzində baş verən hadisələrə diqqətlə baxmağa. Aydın oldu. Cənab prezident hansı fərman imzaladı, hansı sərəncam imzaladı, axırıncı dəfə harda səfərdə oldu, ölkəmizə hansı xarici ölkənin prezidenti gəlib. Təbii ki, bu məlumatları müəllimimiz sizin nəzərinizə çatdırır. Biz indi onu belə yığırıq, araşdırırıq. Çünki bizim vəzifəmizdir. Göndəririk tələbələrimizə ki, bax oxuyun, son dövrdə baş verən hadisədir. Amma təkrar deyirəm. Son dövrdə baş verən hadisəni nə vaxt öyrənməlisiniz siz, dəyərli dostlar? O dövrdə öyrənirsiniz ki, müsahibəmizin tarixinə az qalsın. Aydın oldu. Yəni dünya görüşü ilə bağlı çoxdur məlumat. Misal üçün, asan xidmətə gedir bir tələbə müsahibəyə. Öyrənməlidir ki, asan xidmətdə axırıncı dəfə hansı tədbir oldu, asan xidmətin filiallarının sayı, nə vaxt Azərbaycanda açılış oldu, asan xidmətə axırıncı dəfə hansı vəzifəyə şəxs gəlibdi. Yəni bu kimi şeylər gedəcəyiniz qurum haqqında da ayrıca bir məlumat öyrənirsiniz. Ümid edirəm başa düşürsünüz. Tələbə gedir misal üçün Maliyyə Nazirliyinə. Mən o tələbəyə deyirəm ki, sən bu misal üçün müharibədən əlavə, tarixi abidədən əlavə getdiyin orqan barəsində məlumat öyrənirsən. Bu da bir dünya görüşü sayılır.
Fikrimi yəqin tuta bilirsiniz də. Yəni misal üçün hansısa bir Maliyyə Nazirliyinin bir idarəsinə gedirsən, o idarədə axırıncı dəfə hansı vəzifəli şəxs olub, hansı tədbir keçirilib, bunlar hamısı internetdə var yəni. Rəsmi məlumatlardır və biz bunları tələbələrimizin nəzərinə çatdırdıq. Amma bu məlumatı bu gün yox, müsabiqə 15 gün qalmış öyrənməlisən ki, sənə bunu sual verə bilərlər. Və başqa bir nümunə çəkirəm sizə. 01 12 2025. Bu sənin müsahibəvin tarixidir, misal üçün. Sən öyrənməlisən ki, dekabrın 1-i Azərbaycanda nə günüdür? Hər bir günün birisi bir tarixi var. Və yaxud dekabrın 1-i dünyada nə günüdür? Və yaxud dekabrın ikisi olsun. Müsahibət tarixindən bir gün əvvəl, bir gün sonraya da baxmalısan. Aydın oldu? Yəni bu dünya görüşünə aid olan məlumatlarda, yəni hamısını sizlə bölüşürəm ki, beyninizdə sual qalmasın. Ümumiyyətlə dekabr ayı ərzində olan bütün hadisələrə baxmalısan. Hansı faciə baş verib, hansı bayram var, hansı istirahət günü var. Filan 5 mankan. Bax bunlar dünya görüşünü əhatə edən artıq müsahibəmizə 15-20 gün qalmış öyrəniləsi məlumatlardır. Amma hazırlığa ilk dəfə başlayanda öyrənəcəyimiz məlumatı təkrar deyirəm. O dünya müharibələridir, COP29-dur, hə bir də illər. 2025-ci il nə idi? 2024 nə idi? 2026 nə il olacaq? Bax bu kimi məlumatları tələbəyə öyrədirik. Bunlar gedir dünya görüşü. Aydındır? Və siz qanunvericiliyi ilə məncə gözəl bildiniz necə bir şey olduğunu. Vəzifə proqramı da adı üstündə vəzifədir. Bir daha izah edirəm sonuncu dəfə. Dövlət İmtahan Mərkəzi vakant yer elan etməmiş. Çox diqqətli olun. Siz artıq dünya görüşü və qanunvericilik proqramınız tam ideal olmalıdır. Özünüzə arxayın olmalısınız ki, amma mən qanunvericiliklə dünya görüşünü super bilirəm. Vəzifə proqramı elan olunanda zaten vəzifə proqramımız özü bir 250-400 səhifə arası dəyişir. Belə ortalama deyirəm də. İndi elə vəzifə proqramı var ki, çətindir, elə vəzifə proqramı var ki, rahatdır. Və ən vacibi də vəzifə proqramıdır. Amma o demək deyil, biz qanunla dünya görüşünü boş buraxmalıyıq qətiyyən. Onlar ikisi də çox vacibdir, aydındır. Vakant yer elan olundu. Sən o vakant yerə baxıb artıq özünə uyğun yer seçəndə sənin dünya görüşü və qanunun hazır olmalıdır ki, sən vakant yer seçəndə vəzifə proqramını rahat oxuyasan. Amma tələbələr bəzən çaşır. İmtahana 1 ay qalıb, 2 ay qalıb, deyir mən müsahibəyə hazırlaşmaq olar. 1-2 ay imtahana qalmış, yəni müsahibəyə qalmış. Sən necə həm dünya görüşünü, həm qanunvericiliyi, həm vəzifə proqramını çatdırmaq istəyirsən? Belə şey dünyanın heç yerində yoxdur. Yəni kimsə ola bilər, düşünər çatdıraram filan. O, yəni çox az bir göstəricidir uşaqlar, aydındır. Mənim məsləhətimə qalanda sizin hər birinizdən bunu bölüşürəm ki, düzgün metodika ilə irəliyəsiniz. Testdən keçmisiniz, uğurlu olmusunuz, təbrik edirəm. Bir həftə dincəldiniz, başlayın qanunvericilik məlumatlarınızı və dünya görüşünü inkişaf elətdirməyə. Oldu? Bu ikisini ortalama 2 aya bitirəcəksiniz. Və dua eləyin ki, həmin vaxtda vakant yer çıxmasın. Vakant yer çıxmadısa da, siz bu ikisini bitirəndən sonra çıxdı, seçirsiniz özünüzə uyğun yer. Başlayırsınız müsahibənin vəzifəsinə hazırlaşmağa. Bu öz yerində. Bu məlumatlar ümid edirəm nəzərdə çatdı. Başqa bir məlumat sizdən bölüşüm. Müsahibə haqqında təbii ki. Dəyərli yoldaşlar, olur test mərhələsinə hazırlaşan tələbələr içərisində də hamı testdən keçir ki, bəyəm, müəyyən tələbə kəsilir. Yəni müsahibə də həmçinin uşaqlar. Müsahibə testdən biraz daha çox maraqlıdır və biraz daha çox çətinliyi var. Bu nəyə görə deyirəm? Daha çox danışıq qabiliyyəti tələb eləyir. Səliqəli danışıq qabiliyyəti, müsahibə mərhələsi onu tələb eləyir. Ola bilər ki, kimlərsə müsahibədən kəsilsin. Ümumiyyətlə testdən də olur. İndi müsahibədən danışıram deyə müsahibə deyirəm. Əsas formada heç vaxt özünüzü demotivasiya eləməyin. Əsas sertifikat sizin əlinizdədirsə, test mərhələsindən uğurlu namizəd olmusunuzsa, o 5 il qüvvədədir. 5 il ərzində nə qədər müsahibədə ürəyinizdə gedib iştirak edin də. Aydın oldu fikrim. İl ərzində ödənişsiz müsahibə hüququnuzdan istifadə edin. Kim iştirak edirsə kim nə deyir? Müsahibə ödənişlə deyil ki, ödənişsizdir. Kəsilsəz belə özünüzü demotivasiya eləməyin. Aydın oldu? Bir dənə də üstünlük deyirəm sizə. Vakant yer çıxanda siz 3 yer seçə bilərsiniz. Tutaq ki, Dövlət İmtahan Mərkəzi indi bu bir ay 10 gün ərzində təxminən belə bir şey. Bir vakant yer elan edəcək. Oradan hər bir tələbə özünə uyğun 3 yer seçə bilər. Üçündə də iştirak edə bilərsiniz. Üçündən də kəslə də bilərsiniz, keçə də bilərsiniz. Heç bir problem yoxdur yəni. Siz rahat olun. O bəzən olur, tələbələr kimsə kəsilir, belə demotivasiya olur, çox pis olur. Buna ehtiyac yoxdur uşaqlar. Bu, bilirsiniz necə? Hazırlıq müddətidir, bir hazırlıq periodudur. Misal üçün, bakalavra hazırlaşırdınız o vaxt universitet oxumaq üçün. Hamı keçirdi ki, yox. Magistra hazırlaşırsan, hamı keçir, yox. Yəni bu bir qism kəsilməlidir də, bu normal bir haldır. Amma təbii ki,
Çox oxuyan, çox çalışan, konkret qarşısına məqsəd qoyan tələbə niyə kəsilsin ki? O müsahibədən keçəcək. Aydın oldu. Əsas məsələ çalışın bir dənə özünüzü demotivasiya eləməyin. Yəni əzmlə, iradə ilə çalışsaz, əminəm ki, hər biriniz müsahibədə uğurlu olacaqsınız. Bu videoya ümumi tələbələr baxır. Yəni öz tələbələrimlə əlavə ümumi hamısını bölüşürəm. Kiməsə bir çətinlik ola bilər, kiməsə nəsə qaranlıq qala bilər. Bir sual ola bilər, bir material lazım ola bilər. Heç kim çəkinmədən mənim əlaqə nömrəm budur. 077 530 1101 qeyd olunub. Yazıb mənə müsahibə haqqında məlumat da ala bilər, sualını da ünvanlaya bilər. Tam təmənnasız nə kömək lazımdır, əlimdən gəldiyi qədər maksimal şəkildə hər birinizə dəstək olmağa hazıram. Bu məsələ öz yerində. Yəni müsahibədən də keçmək olur. Vau, qorxulu, çətin bir proses deyil. Sadəcə biraz əziyyət tələb edir. Bir də tələbələrin bu test balı var, təyinat məsələsi. Dövlət qulluğu haqqında qanunu oxumusunuz da yəqin ki. Oradan siz bilirsiniz ki, müsabiqə nəticəsi yüksək olan vəzifəyə təyinat alır. Və bəzən tələbənin balı 65 olur. Çox diqqətlə dinləyin. İndi BB üzrə misal çəkirəm də. Tələbə deyir, mənim bu balım azdır, mən müsahibəyə getməyim. Bəzən tələbənin balı BB üzrə gəlir 90 bal olur. Aydındır. Bunun haqqında istəyirəm mən sizlə danışım. Bu BB deməkdir. İndi mənim xəttim səliqəlidir bilirsiniz. Bir tələbə var, misal üçün, yəni mən sizə bu gün burada dediyim olmuş real hadisələr də, yəni. BB-dən 90 bal yığıb. Ha, bunun beyni qəşəngdir də, indi oxuyub partladıb, qavrama qabiliyyəti superdir. Gedir müsahibəyə, hamı düşünür ki, testdən 90 yığan müsahibədə də keçəcəkdi, daha yox, qəşəng baldır. Müsahibədən kəsilir, keçə bilmir. Aydın oldu. Yəni belə bir hadisələr də baş verir. O demək deyil, kiminsə test balı 90-dırsa, mütləq vəzifəyə təyinat alacaq. Belə bir anlayış yoxdur. Kiminsə test balı 65 və yaxud da 70-dirsə, bu da o demək deyil ki, vəzifəyə təyinat ala bilməz, kəsilər. Bu da o mənanı vermir. Təbii ki, hər bir halda mən sizlə razıyam və özümüz də oxumuşuq. Test balınızın yüksək olmağı sizin vəzifəyə təyinat almaq şansınızı çoxaldır. Bu məncə hamıya bəllidir. Burada qeyri-adi bir şey yoxdur. Amma kimsə durub bəzən deyir ki, müəllim, mənim balım 70-dir. Müsahibəyə gedim, getməyim. Təbii ki, təkrar deyirəm, hər bir halda balığı artırmaq imkanın varsa, get o müsahibədə iştirak elə, üzr istəyirəm, test mərhələsində iştirak elə, balığı artır. Əgər balığı artırmaq imkanın varsa, yəni çünki bal artırmağın zaten sənə bir xeyri olduğunu bilirsən də, balın nə qədər testdə yüksək olsa, vəzifəyə təyinat almaq şansın bir o qədər çoxalır. Amma yox, yəni bunu sənə sırf sənin balın 80-dən yuxarı olmalıdır, 90-dan yuxarı olmalıdır, belə bir anlayış yoxdur. Elə nə oldu? Dövlət qulunda işləyənlərin hamısının balı 90-dan 80-dən yuxarı oldu. Onda bəs bu 65, 75 bal nə üçündür? Elə boş şeydir bu sertifikatlar. Belə bir şey yoxdur. Sadəcə üstünlükdür. Aydındır? Elə tələbə var ki, rovna 65 balla işləyir. İnanın səmimiyyətimə, özü də Bakı şəhərində, öz bir gücünə, öz biliyinə müsahibədən keçib təyinat alıbdır. Yəni təyinat mərhələsi müsahibədən keçmək və yaxud da ki, biraz qarışıq prosesdir. Orada çox hadisə baş verə bilər. Dediyim kimi, tələbənin çıxışı, danışıq qabiliyyəti, öz bilik bazarını ortaya qoymaq qabiliyyəti çox ciddi şəkildə rol oynayır. Ola bilər ki, kimsə 90 bal yığıbdır, nə bilim 95 bal yığıb, nə bilim əzbəri yaxşıdır. Nə məntiqi superdir. Amma sən artıq müsahibədə canlı diskussiyadasan uşaqlar, aydındır? Sənin qarşında bir nəfər oturub, sən ona cavab versən, sual versən. Elə olur ki, ondan sonra 90 bal yığıb cavab verə bilmir. Amma 70 bal yığan əjdaha kimi danışır. Ha, baxırsan ki, hə, bu başqa məsələ. Yəni bu kimi hallar var. Bunu da deməkdə məqsədim, kiminsə test balı azdısa, özünü demotivasiya eləməsin ki, amma müsahibəyə getməyimin mənası var yoxsa yoxdur? Təbii ki, mənası var. Get də pulsuz bir müsahibədir. Nə olar ki gedəndə? Get özünü yoxla, gör nə əldə edirsən. Uzaq başı kəsiləsən. Hə, nə olar ki? Əsas odur yaxşı bir işlə məşğulsan. Nəsə öyrənirsənsə, zamanını boşa itirmirsənsə, bu çox böyük bir şeydir. Aydın oldu? Test mərhələsi deyil ki, deyəm 90-100 manat imtahan. Bu da öz yerində. Yəni ümid edirəm bunu başa düşdünüz. Yəni özünüzdə belə necə deyim, bəzən olur tələbə bir psixoloji problem yaradır ki, yox mənim 100% balım artıq olmalıdır. Düzdür, təkrar-təkrar sənə deyirəm, balığın artıq olmağı sənə böyük bir köməkdir, böyük bir xeyri var. Amma vacib məqam deyil. Sən 90 bal yığmağın o demək deyil ki, sən test imtahanından 90 yığmısan, müsahibədən təyinat alasın. O mənanı vermir, xeyr. Və 70 balın və yaxud da 65 balının da olmağı o da o demək deyil ki, sən müsahibədən keçə bilmərsən. O da o mənanı vermir. Aydındır? Sən 65 balla müsahibədən keçə də bilərsən, kəsə də bilərsən. 90 balla müsahibədən keçə də bilərsən, kəsə də bilərsən. Bu öz yerində. Yəni ümid edirəm bu məlumatda başa düşdünüz. Başqa mən sizə nə deyəcəm?
müsahibə seçəndə də dediyim kimi, hə, bir də başqa bir sual da çıxır ortalığa ki, bəs müəllim, vakant yer elan olunanda ola bilsin ki, mənim ixtisasıma uyğun yer çıxmadı. Mən necə baxa bilərəm ki, mənim ixtisasıma hara çıxır filan 5 manat? Onu da göstərəcəm sizə. Və ola bilər ki, sənin ixtisasında yer çıxmasa belə, sən dünya görüşünə, qanunu axır əvvəl öyrənməlisən. Fikrimi tuta bildin? Dünya görüş, qanun biliyi inkişaf elətdir. Yəni öyrən. Onu öyrənəndən sonra sənə bu vakant yox, gələn vakansiya çıxsın. Nə olar ki? Əsas odur, sən artıq bil ki, bu işin hazırdır sənin. Aydın oldu? Bu belə. İndi gəlin, mən sizi Dövlət İmtahan Mərkəzinin səhifəsinə dəvət edeyim. Orada baxın ki, elan olunan vakant yerlərdə necə müraciət edirəm və hansı yerlərə müraciət hüququm var. Tutaq ki, mən bircə saniyə, bax girirsiniz bura. Yəni internetə. Dövlət İmtahan Mərkəzi vakansiyalar görürsüz? Gəldik bura. Siz hələ bir dənə mənə deyin. Nəyi deyin? Siz hansı müsahibədə iştirak edəcəksiniz? Bilirsiniz də onu, düzdür? 3 növ müsahibə var da. Müsabiqənin müsahibəsi, daxili müsahibə, ümumi müsahibə. Siz ümumi müsahibə ilə daxili müsahibədə iştirak edə bilmərsiniz. Sizin iştirak eləyəcəyiniz müsahibə müsabiqənin müsahibə mərhələsidir. Aydındır? Bax ona görə də mən gəldim bura, nə yazdım? Din vakansiyaları yazdım. Daxil oldum Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu üzrə vakansiyalarına. Nə yazılıb burada? Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları. Müsabiqənin müsahibə elanı. Çünki daxili ilə ümumi sənə aid deyil. Düzdür? Ümid edirəm bunu başa düşürsən. Və burada diqqətli olun. Bax A növü yazılıb. Sən A növündə gedə bilmərsən. Çünki ona staj lazımdır. Sənin gedə biləcəyin B növüdür. B növündə axırıncı dəfə elan olunan vakant yerlərə baxıram. 14 iyul 2025-ci il tarixində müsabiqənin müsahibə mərhələsi elan olunmuşdu. Yəni vakant yerlər. Gəlin baxaq görək elan olunan vakant yerlər hansı idi? Bax yazıram. Məhkəmə Hüquq Şurasında 2 vəzifə üzrə 2 yer. Yəni praktiki göstərirəm ki, necə baxırlar. Kənd Təsərrüfat Nazirliyi üzrə 6 vəzifə üzrə 6 yer. Elm Təhsil Nazirliyi 39 vəzifə üzrə 40 yer ayırmışdı. Yəni bu tarixdə elan olunan vakant yerlər idi. Bax burada gördükləriniz aydındır. Yaxşı, bəs mənim ixtisasıma uyğun harda işləyə bilərəm müəllim? Onu necə bilim? Onu bilmək istəyirsənsə, bax, gəlirsən bura və yer seçəndə gedib A növünü seçmə, B növünü seç. Hə bir də kiminsə sertifikatı ola bilər A-dir. Burada ağıllı-ağıllı deməsin ki, A mənim sertifikatım A-dir, mən gedib A-da işləyə bilərəm. Xeyr. A-ni alanlar zaten ya B-aya müraciət edirlər, ya B-yə. A-ni alıb A-də işləyənlər yoxdur. Var, onların stajı olmalıdır, aydındır. Stajı olmayan bir tələbə ilk dəfə A-ni alıbsa əgər, o neynir? Ya BA-ya müraciət edir, ya BB-yə. Tutaq ki, müsahibə elanları və vakant və sözü axtarış. Bax uşaqlar, 14 iyul ən axırıncını götürürəm. Ən axırıncı elan olunan vakansiyalarda tutaq ki, bir vəzifə axtarmaq istəyirəm. Tutaq ki, gəlirəm elanlara. Nə yazıram? B növü üzrə müsabiqə iyulun 14-ü. Düzdür? Dövlət orqanı yazmıram. Sertifikatım deyəlim BB1-dir. BB1 yazıram. Rayon da yazmıram. Staj tələbi yoxdur yazıram. İndi çoxumuzun stajı yoxdur. Çünki təhsil pilləsi ali bakalavriat. Daxil olduğum il deyəlim ki, 2018 yazaq. Bax, bunu mən bu qayda ilə eləyirəm ha. Siz bunu özünüz eləyəcəksiniz evdə. Necə eləyəcəksiniz? Bura bir keçmiş müsabiqəni yazacaqsınız, keçmişi. Gələcəyi artıq bilmirik nə olacaq. Başa düşmək üçün deyirəm. Yazırsınız ki, filan müsabiqə, sertifikatınız nədirsə onu yazırsınız. Staj tələbi yoxdur yazın. Yəni sizə çıxan vakant yerlərdə staj tələb edilməsin. Təhsilinizi yazırsınız. Daxil olduğunuz il ixtisası yazırsınız. Tutaq ki, mənim ixtisasım nə bilim, nəsə bir şey götürürəm, nəsə praktik olsun deyə, aydındır. Biologiya müəllimliyi. 2018-ci ildə universitetə daxil olmuşam, biologiya müəllimliyini oxumuşam, BB1 sertifikatım var. Axtarıram görüm indi harda işləyə bilərəm. Bunu hansına uyğun axtarıram mənim gözəl dostum? 14.07.2025 iyulun 14-ü çıxanda axtarıram. Aydındır? Baxın, işləyə biləcəyiniz yerlər gəldi. Misal üçün, sənin sertifikatın BB1 deyil, sən BB1-ə, BB2-yə, BB3-ə, BB4-ə müraciət hüququn var. Bunu mən sənə dəstək etmişəm.
özündən aşağıda nə varsa, hamısına müraciət edə bilərsən. Bax gör harda işləyə bilərsən. Nə bilim, bax budur. Elm Təhsil Nazirliyi yanında məktəbə qədər ümumi təhsil üzrə Dövlət Agentliyi, aparat, ictimaiyyətlə əlaqədar aparıcı məsləhətçisi budur. Yəni bu sektorda aparıcı məsləhətçi işləyirsən. Staj tələbi yoxdur vəzifədə, BB2 müraciətdir. Aydındır? Vsyo. Yəni indi bunu çox üzərində dayanmıram. Düşünürəm ki, bunu özünüz bir-bir baxa bilərsiniz. Misal üçün, Səlyan Şirvanda filan 5 mankan, kimsə Biləsuvar rayon üzrə təhsil sektoru filan 5 mankan və yaxud da Şəki Zaqatala. Buna özünüz baxırsınız artıq. Və yaxud da baxın, bu nə deməkdir uşaqlar? Əgər bu B növü nə vaxt olmuşdu? İyulun 14-ü hansısa tələbənin sertifikatı BB1 idisə və biologiya müəllimliyini oxumuşdusa, bax burada gördüyünüz 42 dənə yerə müraciət edə bilərdi. Özü seçir özünə uyğun bir yeri. Müraciət edir. Aydın oldu? Yəni buna da özünüz baxırsınız da hansı uyğundur. Təbii ki, indi mənlə hazırlaşan tələbələrlə məsləhətləşdik, söhbət edirik ki, hansı yeri seçmək məsləhətdir, onun üzərində işləyirik. Tutaq ki, gəlin başqa bir şey yoxlayaq. Lap iyulda çıxan olmasın. İndi iyulda 42-yə çıxdı. Bir də çıxmışdı müsahibə nə vaxt? Fevralın 5-dəkinə yoxlayaq. Tutaq ki, güya 2025-ci il fevralın 5-də mən yəni həmin vəziyyətdə idim də, yəni sertifikatım buydu falan 5 bankan. Axtarış edirəm. 48 yer çıxdı mənə. İqtisad Nazirliyinə müraciət edə bilərmişəm, elm təhsilə, ekologiyaya, aydındır. Buradakı vəzifələrə baxmıram, bunlara özünüz baxarsınız. Və üzərinə də bax belə nə yazılıb? Vəzifə haqqında ətraflı məlumat vurdunuz. Baxırsınız əmək haqqısına qədər yazıb. Əmək haqqı burada az görsənir. Bu, yəni burada görsənən əmək haqqını almayacaqsınız. Narahat olmayın. Çox alacaqsınız. Yəni staj və sınaq müddətindən sonra bu artacaq. Burada göründüyü kimi deyil. Onunla bağlı şəxsdə məlumat verəcəm sizə. Narahat olmayın. Mən bunu izah eləməkdə, yəni məqsədim siz biləsiniz ki, öz ixtisasınıza və əlinizdəki sənətə uyğun haralarda işləyə bilərsiniz də. Buna təxminən baxın, aydındır? Çünki bunlar köhnədir axı. İndi inşallah yenisi elan olunacaq bu yaxınlarda. Yenisi də elan olunanda, yeni elan olunanın tarixini bura yazırsınız. Öz aldığınız sertifikatı bura yazırsınız. Təhsilinizi yazırsınız. Sizə uyğun yerlər çıxır. Sizə uyğun çıxan yerlərdən də üçünü seçirsiniz, başlayırsınız hazırlaşmağa. Ya ikisini seçirsiniz, ya birini seçirsiniz. İndi bununla bağlı ətraflı danışırıq da biz sizdən dərs. Aydındır? Bir də AC sertifikatı olan gözəl dostlarım. Siz düşünərsiniz ki, mən bura AC4 falan yazsam, axı AC4 həm BA-ya, həm BB1-ə müraciət edə bilər. Yəni ümumiyyətlə AC-si olan BA-da və yaxud da BB-də olan bütün vəzifəyə müraciət edə bilər. Amma sən bura AC4 yazıb axtarışa versən, o sənə yer tapmayacaq. Çünki sistem hələ onu qəbul eləməyib ki, AC4 BB ilə BA-ya müraciət hüququ var. Belə bir şey yoxdur. Qanunda var ha, sadəcə sistem qəbul eləmir. Yəni kimin AC sertifikatı varsa, istər AC4 olsun, istər 3, istər 2, istər 1. AC sertifikatı həm BA-da, həm BB-dəki bütün yerə müraciət edə bilər. Onun üçün sən bura AC4 yazma. Ən yüksək sertifikat BA1 deyil. BA1-i yaz. Tutaq ki, təhsil vicə dəyişim yaxşı. Neyniyəsən təhsilvi? Nə bilim, Azərbaycanda ədəbiyyat müəllimi eləyək. Sən tutaq ki, BA1-in var. Azərbaycanda ədəbiyyat müəllimi. Təhsilin budur yəni. Bax, bu yerlərdə işləyə bilərsən. BA1 sertifikatın varsa əgər. Yəni bu BA1 nə deməkdir? BA1-in yoxdur. Prosta AŞ-in var da, düzdür? Yəni AŞ-ilə bax burada çıxan vəzifələrə müraciət eləmək hüququn var. Narahat olma. Sadəcə çox tələbə çaşıb bura AŞ yazmasın. AŞ-ni sistem qəbul eləmir. Aydındır? Qısa olaraq bir də deyirəm ki, BA ilə BB-də gördüyünüz bütün vəzifələrə siz AŞ ilə müraciət hüququ qazanırsınız. Oldu? Bu məsələ öz yerində. Yəni bunu ümid edirəm ki, axtarışı başa düşdünüz də. Bir də deyirəm, bax girirsiniz bura, yəni bura necə daxil olduğumu diqqətlə videoya baxsaz görəcəksiniz. Daxil oldum, tutaq ki, lap 2024-də tutaq ki, tələbələrə maraqlıdır da bəzən ki, bəs mənim ixtisasım üzrə görəsən haralar çıxır. Sən zəhmət çək burada bir axtar, görəsən ki, sənin ixtisasın üzrə əvvəl hara çıxıbsa, yəni aşağı yuxarı yenə həmin yerlər çıxacaq. Bir də bəzən tələbə düşünür ki, mənim ixtisasım nə bilim müəllimlikdir, filandır, beşmankandır, mənə yer çıxar. Qətiyyən narahat olma, hər bir vəzifəyə uyğun yer çıxır. Aydındır? Hətta elə vəzifələr var ki, orada sadəcə ali təhsil tələb edir. Qarşısında yazır ki, təhsil tələbi yoxdur. Sadəcə ali təhsil olmağı kifayət edir. Aydın oldu? Elə bir vəzifə də var. Lap onu da mən sizə göstərə bilərəm, problem yoxdur. Baxın, tutaq ki 2024-ün sentyabrın 23-də elan olunan müsabiqədə mənim BA1 sertifikatım var idi. Görək mən harda işləyə bilərəm? İxtisasım da azdır, ədəbiyyat müəllimliyi idisə. Misal üçün, Ali Attestasiya Komissiyasına baxın, ali təhsil, gördünüz?
Heç soruşmur təhsilin nə yöndədir. Prosta deyir ki, təhsilin alidirsə sənin, bura müraciət edə bilərsən və bura müraciət hüququn üçün sənə hansı sertifikat lazımdır? BA4 lazımdır. BA4-ün varsa eləyə bilərsən. Yoxdursa, AC4-ün də varsa eləyə bilərsən. Aydın oldu? Bu öz yerində. Başqa, yəni bu ümid edirəm ki, heç kimə qaranlıq qalmadı da vəzifə axtarışı. Yəni mən sizə burada bütün dolğun, ideal, gücüm çatdığı məlumatın hamısını çatdırmağa çalışdım ki, dünya görüşünün nə olduğunu biləsiniz, test mərhələsindəki qanunla, müsahibə qanununun fərqini biləsiniz, vəzifə proqramının fərqini biləsiniz. Aydın oldu? Axtarırsan nə gəlir bu? Müsahibə proqramına girirsən, ümumi proqram, dövlət orqanizasiya proqram, vəzifə proqramıdır. Yəni bunları da hazırlaşanda yükləyirik, öyrənirsiniz. Təbii ki, müəllimlərdə bunun necə deyim sizə, biraz əsas yerləri rənglənir. Müəllimlər əsas yeri bilir də. Yəni necə ki bu test mərhələsində məsəl üçün bilmirik ki, hər dəfə 94-95, 109-cu maddə prezidentin səlahiyyətindən sual düşür. Yəni bunlar da həmin şeydir, aydındır. Başqa müsahibə heç nə, yəni. Müsahibə haqqında başqa nə demək olar? Heç nə. Vakant yerə belə girib baxırsınız. Sadəcə bura daxil olanda diqqətli olun. Hamı öz təhsilini yazsın, daxil olduğu ili yazsın, ixtisasını yazsın, zəhmət çəksin, əlində olan sertifikatını yazsın, ona uyğun baxsın. Sö. Və BA sertifikatı olan tələbələrdə bir daha deyirəm. BA4, BA3 fərqi yoxdur. BA4-ü olan tələbə BB-də nə qədər vakant yer var, hamısına müraciət edə bilər. ASC olanda həm BA-da nə qədər yeri var, həm də BB-də nə qədər yeri var, hamısına müraciət edə bilər. Düşünürəm ki, mən sizə müsahibə haqqında məlumatları çatdırdım nəzərinizə, hər birini. İndi əlavə kiminsə sualı olsa yenə mənə ünvanlayar. Test balından danışdım, dünya görüş, qanun, vəzifədən danışdım, DİM-in saytında vakant yerdən danışdım. Bu qədər. Yaxınlarda da elan olunacaq yer. Hardasa bir 15-20 günə aydın oldu. Həm rayonlar üzrə, həm Bakı üzrə, həm nazirliklərin özü üzrə yəqin ki, vakant yerlər çıxacaq. Onunla bağlı narahat olmayın. Hər bir tələbəyə də şiddətli şəkildə tövsiyə edirəm ki, vakant yer çıxmamış qanunvericilik və dünya görüşü biliklərini maksimala çatdırsın. Oldu və bizim bu yaxınlarda inşallah 2-3 gün ərzində qanunvericilik və dünya görüşü qrupumuz açılır. Müsahibə üzrə təbii ki. Kimlər qoşulmaq istəsə, əlaqə nömrəm burada qeyd olunub. Əlaqə saxlayarlar. Çünki biz o qrupla dərslərə başlayıb qanunvericilik və dünya görüşünü bitirməliyik. Hardasa bir ay yarım, 2 ay ərzində inşallah. Biraz da sürətlənmiş rejimlə işləyirik. Onu qəşəng ideal formada bitirəndən sonra vakant yer çıxır, tələbə ilə başlayırıq vəzifə proqramını öyrənməyə. Kiminsə əlavə sualı olsa, kiməsə nəsə qaranlıq qalsa, şəxsi əlaqə nömrəm qeyd olunubdur. Mütləq şəkildə bura ünvanlasın. Kimsə çəkinməsin ki, müəllimin tələbəsi deyiləm, özüm hazırlaşıram, ya başqa müəllimin tələbəsiyəm. Qətiyyən kimə nə material lazımdır, kimə necə deyim, nə qaranlıq qalır, çəkinmədən sualını ünvanlasın. Maksimal şəkildə əlimdən gəldiyi qədər hər bir namizədə kömək etməyə hazıram. Bu qədər. Kimin də sualı olsa, dediyim kimi, əlaqə nömrəmizi qeyd eləsin. Ümid edirəm hər biriniz uğurlu olarsınız. Əsas özünüzü çalışın, demotivasiya eləməyin. Elmlə məşğul olursunuz. Çox gözəl bir şeydir. Yəni zamanınızı boşa itirmirsiniz. Aydın oldu. Sadəcə diqqətli, səbirli olmaq lazımdır. Hər birinizə uğurlar arzu edirəm.